Qoç bürcü 17 aprel 2025-ci il ən asan gün deyil. Səhər saatlarında bir çox qoç həddən artıq təsir edici olacaq. Ona görə də düzgün qərarlar vermək həmişəkindən daha çətin olacaq. Ciddi işlərlə məşğul olmağa ehtiyac yoxdur. İdeyalarınızdan bəzilərini həyata keçirmək çox qeyri-mümkün olacaq. Eyni zamanda intuisiya daha kəskinləşəcək və bu çətin şəraitdə çıxış yolu tapmağa kömək edəcəkdir. Ev işlərinə çox vaxt ayırmalı olacaqsınız. Sevdiklərinizlə ümumi dil tapmaq həmişə mümkün olmayacaq. Başqalarının çatışmazlıqlarını bağışlamaq vacibdir. O zaman yaxşı münasibətlər saxlayacaq və bütün kobud kənarları hamarlayacaqsınız. Buğa bürcü 17 aprel 2025-ci il ziddiyyətli gündür. Səhər emosiyaların öhdəsindən gəlmək çətin olacaq. Bir çox buğa təmkinsiz və əsəb olacaq. Bu da yaxınlarınızla münasibətlərə ən yaxşı təsir göstərməyəcəkdir. Ancaq istəsəniz ciddi münaqişələrdən qaça bilərsiniz. Əgər fikir ayrılığı baş verərsə, mümkün qədər tez barışmaq üçün ilk addımı atmağa çalışın. Tədricən müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək. Heç vaxtınız olmayan şeyləri etmək üçün yaxşı vaxtdır. Axşam dostluq görüşləri üçün əlverişlidir. Xüsusən ümumi işgüzar maraqlarınız və ya çoxdankı hobbiniz varsa. Əkizlər bürcü 17 aprel 2025-ci il olduqca uğurlu gündür. Baxmayaraq ki, səhər bəzi əqrəblər olduqca təsir edici və buludlarda olmağa meyil olacaqlar. Buna görə də bu zaman vacib qərarlar qəbul etməyə dəyməz. Nəticələri hesablamaq həmişə mümkün deyil. Kifayət qədər yaxşı tanımadığınız insanlara etibar etməyə tələsməyin. Onlar sizi yoldan çıxarmağa çalışa bilərlər. Yaxınlarınızın problemlərinin həllinə kömək etmək üçün vaxt tapmaq sizin üçün çətin olmayacaq. Bu yorucu olmayacaq və münasibətlərinizə ən yaxşı təsirini göstərəcək. Qısa səfərlər həm tək başına, həm də dostların əhatəsində uğurlu olacaq. Xərçəng bürcü 17 aprel 2025-ci il. Gününüz xoş keçsin. Düzdür, ciddi işə başlamaq üçün o qədər də uyğun deyil. Ancaq bütün ev işlərinin öhdəsindən uğurla gələcəksiniz. Yaxınlarınız sizə kömək etməkdən məmnun olacaqlar. Bir çox xərçənglər yaşlı qohumlarından faydalı məsləhətlər alacaqlar ki, bu da tezliklə işə yarayacaq. Son zamanlar fikir ayrılığı yaşadığınız insanlarla münasibətləri yaxşılaşdırmaq fürsəti yaranacaq. Ətrafınızda gözəllik və rahatlıq yaratmaq üçün əlverişli zamandır. Günorta alış-veriş etmək, dostlarla görüşmək və ya romantik görüş keçirmək üçün idealdır. Şir bürcü 17 aprel 2025-ci il olduqca gözəl bir gündür. Bütün ideyalarınız həyata keçirilməyəcək, lakin bu ən yaxşısı olacaq. Səhər tezdən iri miqyaslı layihələrə başlamağa dəyməz. Ev işləri ilə məşğul olmağa, ailənin ən yaşlı və ya ən kiçik üzvlərinə diqqət yetirməyə daha vacibdir. Bir çox şirlər uzun müddətdir məşğul olmadıqları sevimli hobbi ilə məşğul olmaqdan faydalanacaqlar. Darıxdığınız insanlarla yenidən ünsiyyət qurmaq üçün yaxşı zamandır. Vəziyyətlər elə inkişaf edəcək ki, yenidən ünsiyyət qurmaq, ortaq dil tapmaq və keçmiş şikayətlərinizi düzəltmə imkanınız olacaq. Qız bürcü 17 aprel 2025-ci il olduqca sıx bir gündür. Kiçik şeylərə həddindən artıq əhəmiyyət verməyə meyilli olacaqsınız. Ətrafınızdakilərin çatışmazlıqları sizi həmişəkindən daha çox qıcıqlandıracaq. Çətin ki, yaxınlarınızla münaqişələrdən qaça biləsiniz. Bununla belə istəsəniz, tolerantlıq nümayiş etdirsəniz, zədələnmiş münasibətləri tez bir zamanda bərpa edə bilərsiniz. Çölə çıxmaq, böyük qrupları ziyarət etmək üçün ən əlverişli vaxt deyil. Özünüzü nizama salmaq və dinclik tapmaq üçün axşamı sakit bir mühitdə keçirmək ən yaxşısıdır. Tərəzi bürcü 17 aprel 2025-ci il qeyri-müəyyən bir gündür. Bir çox tərəzilər onları aldatmaq cəhdləri ilə qarşılaşacaqlar. Ona görə də ehtiyatlı olmalı, diqqətli olmalıdırlar. Gələcək üçün qlobal planlar haqqında düşünmək üçün yaxşı vaxt deyil. Cari işlərə diqqət yetirin, səliqə səhman edin, lazımsız şeylərdən xilas olun. Xərclərinizlə diqqətli olun. İmkanınızdan daha çox xərcləməyə riskiniz var. Günün ikinci yarısında yaxınlarınıza işlərində kömək etməli olacaqsınız. Bu gözlədiyinizdən daha çox səy tələb edəcək. Lakin prosesdə bir çox vacib məsələləri müzakirə də biləcəksiniz. Əqrəb bürcü 17 aprel 2025-ci il ən asan gün deyil. Səhər sakit ev işləri üçün əlverişlidir. Gərəksiz şeyləri çıxarmaq və atmaq üçün yaxşı vaxtdır. Uşaqlarla səmimi söhbət etmək, qarşılıqlı inamı gücləndirmək imkanınız olacaq. Bir çox əqrəblər bütün mümkün incəliyi nümayiş etdirməli olacaqlar. Lakin onlar mühüm fikirlərlə paylaşılacaqlar. Bir çox əqrəblər bütün mümkün incəliyi nümayiş etdirməli olacaqlar. Axşam yaşlı qohumları ziyarət etmək üçün yaxşı vaxtdır. Xüsusən bir-biriniz uzun müddət görmürsünüzsə, kiçik ailə bayramı təşkil edə bilərsiniz. Bu, bütün iştirakçılara xoş sevinç gətirəcək. Ox atan bürcü 17 aprel 2025-ci il
pis gün deyil. Artan iş yükünü götürməyə ehtiyac yoxdur. Sadəcə olaraq planlaşdırılan ev işləri ilə məşğul olmaq kifayət edəcək. Bir çox oxudan sevdikləri ilə ürəkdən söhbət etməkdən faydalanacaq. Uzun müddətdir davam edən bəzi ziddiyyətləri həll edə və əlaqələri möhkəmləndirə biləcəklər. Gələcək planları müzakirə etmək üçün yaxşı vaxtdır. Günün ikinci yarısı aktiv ünsiyyət, mehriban görüşlər, məclislərdə iştirak üçün əlverişlidir. Siz asanlıqla gözəl təəssürat yaradacaq və çoxlu maraqlı tanışlıqlar edə biləcəksiniz. Oğlaq Bürcü 17 aprel 2025-ci il. Günün başlanğıcı uğurlu olacaq. Bütün planlaşdırılan işlərin öhdəsindən tez gələcəksiniz. Hətta yaxınlarınıza kömək etməyə vaxtınız olacaq. Bəzi oğlaqlar uzun müddətdir etmək istədikləri, lakin özlərini buna məcbur edə bilmədikləri bir şeyi etməyə çalışacaqlar. Nəticədə yeni maraqlı hobbinin ortaya çıxması tamamilə mümkündür. Mübahisəli məsələlərini müzakirə etmək, münasibətlərdə yığılmış narazılıqla məşğul olmaq üçün əlverişli zamandır. Tez bir zamanda ümumi dil tapa, hər şeyi qarşılıqlı məmnuniyyətlə razılaşdıra biləcəksiniz. Günün sonunda yorğunluq yığılacaq və əhvalınız aşağı düşəcək. Odur ki, axşama ciddi məsələlər və ya vacib görüşlər planlaşdırmayın. Dolça Bürcü 17 aprel 2025-ci il. Asan gün deyil. Dolçaların əksəriyyəti ailədə fikir ayrılıqları ilə üzləşəcək. Ortaq dil tapmaq asan olmayacaq. Köhnə ziddiyyətlər ön plana çıxacaq. Ona görə də münaqişələrin tamamilə qarşısını almaq mümkün deyil. Ancaq anlayış və səbir göstərsəniz, münasibətləri tez bir zamanda bərpa edə biləcəksiniz. Ola bilər ki, xoşa gəlməz xəbərlər alacaqsınız, amma fəlakətlə heç nə baş verməyəcək. Qarşıda bir səfəriniz varsa, çox vaxt planlaşdırın. Yol boyu gözlənilməz gecikmələr çox güman ki, əhvalınızı biraz korlayacaq. Balıqlar Bürcü 17 aprel 2025-ci il. Gününüz xeyir. Səhər dərs oxumaq, imtahanlara hazırlaşmaq və ixtisasları artırmaq üçün əlverişlidir. Bir çox balıqlar xoş və çoxdan gözlənilən xəbərlər alacaqlar. Artıq uzun müddətdir təxirə saldığınız işləri görmək üçün doğru zamandır. Xüsusilə dostlar və ya qohumların əhatəsində qısa səfərlər uğurlu olacaq. Fövqəladə sərfəli alış-veriş edə biləcəksiniz. Axşam çölə çıxmaq üçün idealdır. Siz çoxlu parlaq emosiyalar, maraqlı təəssüratlar olacaqsınız. Uzun müddətli dostluğun və ya səmərəli əməkdaşlığın başlanğıcı olacaq, perspektivli tanışlıqlar edə biləcəksiniz.